The next time Iran attacks this country, go in and grab one of their big oil installations, and I mean grab it and keep it. And get back your losses, because this country has lost plenty because of Iran. Hər gün bir-birinə zidd açıqlamalar verən Donald Trump'ın 1987-ci ilə aid çıxışındakı sərt ritorikanın bugünkü ilə eyni olması diqqət çəkir. Ağ Ev sahibinin qətiyyətinin səbəbi isə görünür İrana dair uzun illərdə həyata keçirməyə çalışdığı planlarıdır. 47-ci prezident yenə xəbərdarlıq edərək bildirib ki, Hörmüz boğazı biznes üçün dərhal açılmalıdır. Əks halda Birləşmiş Ştatlar ordusu İrandakı bütün elektrik stansiyalarını, neft quyularını və Xarq adasını partladıb tamamilə yerlə yeksan edəcək. Amerika nəşrlərinin sərlövhələri də demək olar ki, eynidir. Birləşmiş Ştatlar İrana quru müdaxiləsi ilə bağlı qərar verib. Wall Street Journal, Birləşmiş Ştatlar İrana qarşı quru əməliyyatına başlamaq haqqında qərar qəbul edib. The New York Times, Pentagon İranda həftələrlə davam edəcək quru əməliyyatlarına hazırlaşır. The Washington Post, Pentagondan 82-ci Hava Desant Diviziyasının qərargahına yaxın şərqə yerləşdirilməyə hazırlaşmaq barədə rəsmi əmr daxil olub. Axios, bunlar Birləşmiş Ştatların İrana qarşı quru əməliyyatı ehtimalı ilə bağlı mediada yayılan xəbərlərin çox kiçik hissəsidir. Amma bu qədəri belə kifayət edir ki, Vaşinqtonun artıq hava zərbələri və məhdud əməliyyat ssenarilərindən daha çox geniş hərbi müdaxilə variantlarını nəzərdən keçirdiyi anlaşılsın. Birləşmiş Ştatlar daxilində bu ssenari artıq hipotetik müzakirə mərhələsindən çıxaraq real hərbi planlaşdırma səviyyəsinə keçib. İddialara görə nəzərdə tutulan əməliyyat daha çox məhdud quru reydləri və strateji obyektlərin nəzərdən keçirilməsi formatında planlaşdırılır. Konqresin həm respublikaçı, həm də demokrat siyasətçiləri mümkün quru əməliyyatının məqsədi və nəticəsi barədə aydın strategiyanın olmadığını bildirirlər. Bu səbəbdən İrana qarşı qurudan müdaxilə hazırda real ssenari kimi görünmür. Lakin bu reallaşsa belə Tehran asan rəqib deyil. İranın coğrafiyası, əhalisinin sayı və hərbi hazırlığını nəzərə alaraq tam miqyaslı quru işğalının son dərəcə çətin və baha başa gələcəyi aydın görünür. Bu ölçüdə ölkəni hərbi nəzarətdə saxlamaq üçün 100 minlərlə əsgər və uzunmüddətli işğal infrastrukturu tələb olunur. Digər mühüm faktor isə İranın müdafiə strategiyasıdır. Tehran klassik müharibədən daha çox asimetrik savaşa hazırlaşıb. ABŞ hərbi doktrinası üstün texnologiya və güclü atəş dəstəyi ilə Xarq və Kiş adalarını saatlar ərzində iflic etməyi nəzərdə tutur. Quru əməliyyatı tək bir yerdən deyil, adaların müxtəlif nöqtələrindən də həyata keçirilə bilər. Lakin qarşılarında coğrafiyasını islaha çevirən İran qüvvəsi olacaq. Bunun üçün ABŞ-nin dənizdən rahat keçməsi lazımdır və bu heç də asan olmayacaq. Əgər ABŞ hücuma başlasa, İran öncə Fars körfəzi və Hörmüz boğazını minalayacaq. İranın əlində 2000-ə yaxın minanın olduğu deyilir. Tutaq ki, Birləşmiş Ştatlar dəniz piyadaları və paraşütçüləri adaya ayaq basdılar. Onlar dərhal İranın mərhələli və asimetrik ada müdafiə doktrinası ilə üz-üzə qalacaqlar. ABŞ ordusu adalara çıxdıqda qarşılarında dünyanın ən mürəkkəb yeraltı hərbi infrastruktur sistemlərindən biri olacaq. Tehran 10 illərdir ki, İran körfəzi sahillərində və adalarda geniş yeraltı hərbi komplekslər qurur. Burada yalnız beton və torpaqla gücləndirilmiş, hətta Amerikan GB-57 tipli sığınacaqlara qarşı bombalara belə müqavimət göstərə biləcək yeraltı raket anbarları mövcuddur. Bundan belə Tehran qurudan hücum ssenarisini ciddi təhlükə sayır. Mehr agentliyi yazır ki, bu ehtimala qarşı 1 milyondan çox İran vətəndaşı səfərbər edilib. Tasnim portalı da eyni iddianı tirajlayıb. Bundan başqa ölkə rəsmiləri Birləşmiş Ştatların qurudan müdaxiləsinə qarşı çoxsəviyyəli müdafiə strategiyası hazırladıqlarını bildirirlər. Digər tərəfdən Sepah əyalət komandanlarına terror da daxil olmaqla quru müdaxiləsi anında istənilən metoddan istifadə üçün müstəqil qərar vermək səlahiyyəti verib. İran Birləşmiş Ştatların mümkün quru əməliyyatı ilə bağlı narahatlıqların artdığı bir dövrdə Canfəda adlı könüllü səfərbərlik kampaniyasında başladıb. Hökumət Birləşmiş Ştatlar və İsrailin Haman adlı yeni hücum planını və onun mərhələlərini də açıqlayıb. Mərhələlərdən biri İrana qarşı 9000 xüsusi təyinatlı əskərlə quru əməliyyatını əhatə edir. Bu plan 3 istiqamətdən, şimal-qərb, cənub-şərq və Bəhreyn istiqamətindən aparılacaq. Plana əsasən İranın Bəndər Abbas, Kirmanşah, Təbriz və Urmiya hava limanlarına enişlər nəzərdə tutulur. Bundan əlavə nüvə obyektlərini hədəf alan 5-15 nəfərlik təxribat qrupları da planın tərkib hissəsidir. Bunlara cavab olaraq İran Küveytdə yerləşən Birləşmiş Ştatların hərbi bazalarına qarşı hücumlar edib.
Bu hücumlar Tramp və müttəfiqlərinə göstərir ki, quru əməliyyatı başladığı halda müharibə yalnız İran ərazisi ilə məhdudlaşmayacaq. Xuzistan bölgəsinin xüsusi vurğulanması da təsadüfi deyil. İranın neft hasilatının böyük hissəsi bu ərazidə yerləşir və region enerji infrastrukturu baxımından ən kritik nöqtələrdəndir. Tarixi baxımdan da İran-İraq müharibəsində əsas döyüşlərin məhz bu ərazidə baş verməsi onun strateji əhəmiyyətini göstərir. Buna görə də ehtimal edilir ki, ABŞ və müttəfiqlərinin mümkün quru əməliyyatlarının əsas məqsədlərindən biri İranın enerji artilleriyalarına nəzarət əldə etmək ola bilər. Bundan əlavə, İran quru əməliyyatının başlayacağı təqdirdə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyndə əraziləri ələ keçirəcəyini elan edib. Hazırda Tehran Birləşmiş Ərəb Əmirliklərinə aid olan kiçik və böyük Tund, eləcə də Əbu Musa adalarına nəzarət edir. Beləliklə, Birləşmiş Ştatların qurudan əməliyyat keçirməsinə İranın da cavab ssenarilərini hazırladığı üzə çıxır. Bu isə onu deməyə əsas verir ki, Trampın aqressiv gedişlərinə cavab olaraq İran müharibəni regional miqyasda genişləndirməyə və enerji təhlükəsizliyini ciddi təhdid edəcək addımlar atmağa hazırdır.